فكيف إذا جئنا من كل أمة بشهيد وجئنا بك على هؤلاء شهيدا Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Qardaşlar, hər birinizə Allahın salamı ilə salamlayıram. Yenə də Allaha şükürlər olsun ki, Allah Əzzə və Cəllə bizi onu zikr etməyə müvəffəq elədi. Şükürlər olsun Rəbbimizə buna görə. Allahı zikr eləmək, onun dinini öyrənmək və bu dinlə həyatını sürdürmək, yəni Allahın səni yaratmasının məqsədidir. İnsan bunun üçün yaradılıb. Və bugünkü mövzumuz artıq 4-cü dərsdir bu barədə. Kitab-ül Kəbair, böyük günahlardır. Böyük günahlar, yəni o günahlar sayılır ki, yəni insanlar hansı ki o günahlar haqqında lənət gəlib, cəhənnəmlə hədə gəlib və yaxud da ki, Peyğəmbər səsəm, Allah Subhanahu Peyğəmbər hədəliyib insanları və yaxud da başqa cəzalar gəlib. Bu günahlar böyük günahlardır və alimlər onları cəm ediblər kitablara. Və Şeyx Muhammed Abdülvahhab Rahimahullahın da götürdüyümüz kitab onun kitabıdır. Şeyx Fovzan Həfsəllahın şərhi ilə. Və biz bundan qabaq götürdük ki, ən birinci, ən əsas yer insanda haradır? İnsanın qəlbi. Və qəlb düzgün olacaqsa, bütün bədən də düzgün olacaq. Qəlb korlanacaqsa, bütün bədən də korlanacaq. Ona görə də şeyx burada birinci başlayıb qəlbin günahlarından, qəlbdə olan günahlardan və ən əsas da budur. Çünki Allah qorusun, bunlar gizlində olurlar, görsənmirlər, lakin insanı həlak edən ən böyük günahlar məhz bunlardır. Qəlbin günahları, qəlbin xəstəlikləri. Və biz bugün götürəcəyimiz birinci günah təkəbbürlülükdür. Təkəbbürlülük. Hansı ki, ən böyük günahlardandır, ən dəhşətli günahlardandır. Allah Subhanahu taala buyurur ki, İnna Allaha la yuhibbu men kana muxtalan fakhura. Həqiqətən Allah lovğalıq edənləri və özünü bəyənənləri, özünü öyənləri sevməz. Deməli, təkəbbürlü olan insanı Allah sevmir. Bu ayə bizə onu göstərir. Və başqa ayədə Allah Subhanahu taala buyurur ki, İnna Allaha la yuhibbu kulla muxtalin fəxur. Həqiqətən Allah heç bir özündən razını, özünü öyəni, özünü tərifləyəni sevməz. Və başqa bir ayədə Allah Subhanahu taala buyurur ki, fələbi'sə məsval mutakabbirin. Təkəbbürlülərin qalacağı yer necə də pisdir. Yəni onların qalacağı yeri Allah Subhanahu taala bizə bəyan eləyir. Və şeyx buyurur ki, Şeyx Fovzan, qəlbin bəlalarından, qəlbin əməllərindən, pis əməllərindən biri də təkəbbürlülükdür. Təkəbbürlülük nədir? Yəni haqqı qəbul eləməmək. Mənası nədir təkəbbürlülüyün? Haqqı qəbul eləməmək və insanları aşağılamaq. Necə ki Allah Əzzə və Cəllə buyurur ki, İnnehu la yuhibbul mustakbirin. Həqiqətən Allah təkəbbürlü olanları sevmir. Və kafirlərin də o vaxt Məkkə müşriklərinin də Allahın dinindən uzaqlaşması, nəinki Məkkədəki, ümumiyyətlə bütün dinlərdə peyğəmbərlərdən insanların üz döndərməsinin əsas səbəbi nə olub? Bu bəla, bu günah, təkəbbürlülük. Çünki xüsusən baxanda peyğəmbərlərin üz döndərən qövmlərə əsas hansı insanlar onlardan üz döndəriblər? Varlı insanlar, atsan qazanmış insanlar. Məsələn, Məkkədə Qureyşin ağaları ən çox onlar üz döndərdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Niyə görə? Çünki qəlblərində təkəbbürlü olduqlarına görə. Necə ki, onlara məsələn Peyğəmbər gəldiyi zaman onlar nə deyirdilər? Allah Subhanahu onları vəsf edir ki, İn entum illə bəşərun misluna. Onlar peyğəmbərlərə deyirlər ki, sən də bizi kimi bir insansan. Yəni ki, siz də bizim kimi bir insansınız. Yəni, nə oldu, gəlib sənə tabi olaq biz? Sənə qul, nə oldu, Allah sənə verdi peyğəmbərliyi, elə bizə versin də. Və yaxud da deyirlər ki, elə bir mələk gələrdi də, niyə görə bir çobanı peyğəmbər seçdi Allah? Yəni, ar bilirlər özlərinə ki, dünənə kimi onların qulu olan, köləsi olan, çobanlıq eləyən bir insan peyğəmbər olsun və yaxud da ki, sahabə olsun, ona gəlib ona çigin-çiginə namaz qılsınlar. Bugün də bu şeylər görsənir də çox vaxt. Allah qorusun. Yəni, onlar deyirlər ki,
biz sənin deyir, sözünə necə inana bilərik ki, biz sizdən heç bir möcüzə görməmişik. Və Peyğəmbərlər də onlara deyirlər ki, biz də sizin kimi bir insanıq, necə ayədə gəldə, lakin Allah öz bəndələrindən istədiyinə nemət, yəni Peyğəmbərlik bəxş edir. Bizim sizə bir möcüzə gətirməyimiz Allahın izni olmadan mümkün deyil. Bu da dəlildir ki, Allahın izni olmadan Peyğəmbərlər möcüzə gətirə bilməzlər. Allah Subhanahu onlara izin verir, onlara yardım edir, güc verir ki, onlar yəni o möcüzəni göstərə bilirlər. Və başqa ayədə Allah Subhanahu buyurur ki, məsələn Allah Subhanahu deyir ki, onlara bir ayə gəldikdə Allahın peyğəmbərlərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcək deyirlər. Niyə onlara verildi, bizə verilmədi? Belə təkəbbürlük eləyirlər. Yəhyə ibn Mə'in rəhməhullah, ümumiyyətlə, amma isə təkəbbürlüyün əksi isə nədir? Təkəbbürlüyün əksi təvazökarlıqdır. İnsan nə qədər təvazökar olarsa, nə qədər özünü günahkar bilərsə, Allahın yardımı olmayınca, onun ibadət etməsi mümkün deyil, fikri ilə yaşamayınca, insan təkəbbürlükdən qaça bilmir. Ona görə də Allah qorusun, bu elə bir bəladır ki, yəni çox az insan bundan qurtarır. Necə ki, məsələn, sələflərdən Yəhyə ibn Mə'in, məsələn, böyük tabinlərdəndir, hansı ki, dağlar olubdu onlar. Onların əməllərinə baxanda insan dəhşətə gəlir. Bax, məsələn, gör nə deyir dostu haqqında. Dostu kim olur onun? İmam Əhməd, rəhməhullah. Deyir, 50 ildir ondan yoldaşlıq elədi. 50 il, az müddət deyil də, 50 il bir insanı tanımaq üçün kifayət qədər bir ömürdür. Deyir, 50 il ondan deyir, yoldaşlıq elədim. Deyir, lakin deyir, bir dəfə görmədim ki, öz yaxşılığı ilə, öz salih əməli ilə bir dəfə özünü tərifləsin. Heç vaxt görmədim. Əksinə, deyirlər ki, həmişə günahkarıq. Əksinə, həmişə deyirlər ki, biz zəifik. Əksinə deyirlər ki, Allah bizə yardım eləməsə biz həlak olacağıq. Yəni, o boyda imam, hansı ki, Əhl-i-Sünnənin əqidədə imamlarındandır. Allah onu böyük imtihan edir vaxtında. Amma görürsən ki, gör onun dostluğu haqqında nə deyir. Və başqa bir ayda Allah sonra deyir ki, bir keçdiyimiz ayda ki, İnna Allah la yuhibbu men kana muxtalan fakhura. Allah Subhanahu taala yəni lovğalıq edənləri və özünü öyənləri sevməz. Muxtalan ayədə gələn, yəni özünü öymək, yəni bu təkəbbürlükdəndir, özünü öyür, özünü dartır. Fəxur da fəxr eləmək sözündəndir. Bizdəki sözdür, insan öz nəfsini, öz yəni ki, belə deyək də, əməlləri ilə fəxr edir, nəsli ilə fəxr edir. Necə ki, qardaşlar, bu barədə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Ərbəun fi ümməti min umuril cahiliyyəti. 4 şey var ki, deyir, ümmətimdə, bunlar cahiliyyədən qalan şeylərdir. Bax, fikir ver, ümmətimdə. Yəni, alimlər deyirlər ki, bu 4 şeyi İslam gələndən sonra, insanlar İslama gələndən sonra, İslam insanlara bir çox cahiliyyə əməllərini unutturdu. Onları sildi. Lakin bu 4 şey insanların çoxsunda qalır. Yəni, bunu diqqətlə qulaq asın. 4 şeydir ki, yəni bu cahiliyyə əməllərindəndir. Onlardan birincisi nə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem? Və deyir, onu heç vaxtda tərk eləməyəcəklərdir. Yəni, nəsildən nəslə ötürəcəklər bunu. Bugün səndədir, bugün məndədir, sabah oturacaq. Yəni, bu 4 şey insanların içində qalacaq. Onlardan birincisi nədir? İnsanın öz nəsli ilə, nəcabəti ilə və ya ailəsi ilə, özü ilə fəxr etməsi, tərifləməsi. İkincisi, kimlərinsə nəslinə, nəcabətinə təyin etməsi. Üçüncüsü, deməli, ulduzlarla yağış istəmək. Və dördüncüsü də niyəhə, meyitdə niyəhə eləmək, yəni vay-şivən salmaq, niyəhə. Bu 4 şey. Yəni, birinci nədir? Bunlardan, birinci vəsflərdən nədir? Özünü, ailəsində olan xüsusiyyətlərlə, yaxşılıqlarla öyünməsi. Yəni, mənim ailəmdə, mənim nəslimdə belə şeylər var. Başlayır öz nəslini tərifləməyə, öz ailəsini tərifləməyə və özünü öyün. Və bu cür insanlarda artıq nə yaranır? Təkəbbürlük yaranır. Başqalarına artıq xor baxırlar. Başqalarına yuxarıdan aşağı baxırlar. Və ikinci, məsələn, başqalarının nəslinə təyin etmək. Məsələn, filənkəsin oğludur da, kimdir o? Yaxud da, məsələn, filənkəsi pisləmək. Hətta Allah qorusun, bu qardaşların arasında ola bilər, baş versin, müsəlmanların içində baş versin. Dəhşətli şeydir bu. Yəni ki, insan gərək belə şeylərdən uzaqlaşsın. Çünki biz bilməliyik ki, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hədisində ki, Allah sizdən cahiliyyə dövrünün təkəbbürlüyünü
və atalarla öyməyi aradan qaldırdı. Yəni cahillikdə insanlar belə idilər. Hər qəbilə özünü tərifləyirdi, atalarını tərifləyirdi. Və sonra buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, insan ya mömin, təqvalıdır, ya da günahkardır, bədbəxtdir. Və deyir, hər birimiz Adəmlənik, hər bir insan deyir Adəmləndir, Adəm isə hardandır? Torpaqdandır. Ona görə də insan bilməlidir ki, Allah yanında onun hörməti imanına görədir, təqvasına görədir. Necə ki, bu günləri görsən də filankəslər, məsələn, özlərini yalandan Peyğəmbərin nəslinə nisbət edirlər ki, mən filankəsəm, ad qoyurlar özlərinə. Amma insanların içində ən günahkar insanlar olardı. Yalandan Seyid deyirlər özlərinə, nə deyirlər. Yəni, ən günahkar insanlardır. Baxırsan ki, heç biri itaət eləmir, ibadət eləmir. Əksinə, ən böyük günahları eləyirlər. Lakin insan bilməlidir ki, Allah Subhanahu taaladır kimin onun yanında hörmətli olduğunu bildirən. Aç Allahın kitabını oxu, Allah Subhanahu sənə deyir ki, mən kimi sevirəm. Allah nə deyir Quran-Kərimdə? İnnə əkrəməkum indəllah etqakum. Sizin Allah yanında ən hörmətliniz, ən çox sevdiyim, Allahdan ən çox qorxandır. Allahdan qorxan da kimdir? Allahın əmrlərini yerinə yetirib onun qadağalarından çəkinən. Əgər seyidlik, yalandan o seyidlik, hörmət Allah yanında fayda versəydi, Əbu Ləhəb Allah Rəsulunun əmisi idi. Allah Subhanahu əksinə onu nə etdi? Təbbət yedə Əbi Ləhəbin və təb. Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Yəni onu Qurani-Kərimdə pislədi, məzəmmət elədi. Əbu Talib Allah Rəsulunun ömrünün axırına kimi baxdı, əmisi idi, lakin əbədi cəhənnəmə düşdü. Yəni bu Allah Rəsulunun əmisi olmaq, qardaşı olmaq, kim olmaq? Ümumiyyətlə alimə gətirirlər ki, seyidliyin iki şərti var ki, seyid olasan. Bir, həqiqətən sənin şəcərən olmalıdır, Allah Rəsuluna gəlib çıxan ki, sənin sübutun olmalıdır, nəsülün qolu olmalıdır ki, var o bidağada. Mən şəxsən tanıyıram Azərbaycanda bir qardaşı. Və bir də iman əhli olmalısan. Bu ikisi olmalıdır mütləq. Yoxsa sən heç bir fayda verməyəcək sənə. Ona görə də insan nəsəbi ilə, nəsli ilə öyünməsi, o Allah yanısan heç bir hörmətə qaldırmır səni ki, sən filankəsin nəslindənsən. Və üçüncü də nədir? Yəni ulduzlardan yağış diləmək. Bu da cahiliyyə dövründə olan bir şeydir ki, ərəblərdə belə bir şey vardı ki, onlar məsələn filan ulduzu görəndə adını deyirlər də, deyirlər ki, o ulduz yağış gətirir. O ulduzun sayəsində yağış gəlir. Bu da etiqad eləmək küfürdür. Yəni Allah Subhanahu taala yağışı yağdıran da odur, küləyə əstirən də odur. Hər şey Allahın idarəsi ilə baş verən həyatda. Yəni ulduzun heç bir yağışa səbəbi yoxdur. Lakin bizdə bəzən deyirik ki, məsələn, sabah inşallah hava açıq olacaq, ulduzlara görə. O problem deyil. O yəni ki, Allahın izinə o səbəb kimi zatən deyirik, inşallah zatən də deyirik. Yəni o şey deyil ki, məsələn, ulduzda havası insan bilir ki, sabah onsa hava açıq olacaq, yəni təmiz olacaq. Və ya da buludludsa, inşallah ola bilər sabah yağış yağsın. Bu problem deyil. Biz yağışın yağmasını və ya da yağışın yağmamasını ulduza bağlamırıq. Sadəcə havanın açıq olması ilə biz bilirik ki, hava çünki səbəb olaraq bilirik ki, açıq olanda hava yağış yağmır. O cürlə. Amma bunlar isə elə demirdilər. Dedilər, filan ulduz gəldisə o yağış gətirəcək, yağış o gətirəcək. Bu isə küfr əməldir, cahiliyyə əməldir. Və dördüncü də ən dəhşətli bizim içimizdə də yayılan bir əməldir ki, ölü üçün ağlamaq, ölü üçün vay-şivən salmaq, hansı ki, igidim getdi, aslanım getdi, o ölməməli idi, belə-belə şeylər demək, vay-şivən eləmək, əlləri ilə paltarını cırmaq, dili ilə qədərə asilik eləmək. Bunlar hamısı küfr olan əməllərdir və bunlar da Allah qorusun, əgər ölən insan bunu nəsihət edib deməyibsə, ola bilər ölü içində qəbirdə əzab var. Hətta alimlər deyirlər ki, yəni o ölü üçün sonradan o ehsan adına nələrsə eləmək, onlar da niyəhətən sayılır. Təhlükəli məsələdir. Ona görə insan gərək ölməmişdən qabaq ümumiyyətlə ailəsini elə hazırlamalıdır ki, hər şey onlara başa salmalıdır ki, mən öləndən sonra məni belə dəfn eləsinlər. Və qardaşları da çətinlik yaratmasın. Bəzən görürsən, dünyasını dəyişir, qardaş gedir onun ailəsinin üstünə, ailəsi adama müharibə aparır ki, niyə gəlmişsiniz bura? İnsan gərək əvvəldən elə hazırlıq görsün ki, Allah da onu müvəffəq eləsin, o cürlə bastırılmalı. Ümumiyyətlə, insan bu Allahın qədəridir, ölüm haqdır. Belə şeylər demək, şəriətə, ümumiyyətlə, Allahın dininə zidd olan şeylərdir. Və həmçinin də burada gəlir ki, Allah nə deyir? Fələbi'sə məthval mutakabbirin, yəni necə də pisdir təkəbbürlərin yeri. Təkəbbürlərin yeri həm qəbirdə dəhşətlidir. Onlar Allah qorusun, bilirsiniz də, yəni ki, onların cəzaları çoxdur, indi gələcək. Qəbirdə cəhənnəm quyularından bir quyu olacaq və axirətdə də od sakinləri olacaqlar. Necə ki, Allah od haqqında buyurur ki, onlar orada nə öldürülməzlər ki, ölüb canlarını qurtarsınlar, nə də ki, orada əzabları
zərrə qədər də yüngülləşməz. Ona görə də çox təhlükəli məsələdir. Və başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "La yadxulul cennete men kana fi qalbihi misqal zərratin min kibr." Yəni deyir, qəlbində zərrə qədər təkəbbürlü olan cənnətə daxil olmayacaq. Bir kişi soruşur ki: "Ey Allahın Rəsulu, yaxşı təkəbbürlük nədir?" Yəni kişi soruşur Allah Rəsuluna ki, bir kişi deyir, istəyir ki, gözəl paltar giyinsin, gözəl ayaqqabı giyinsin. Bu təkəbbürlükdür. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Xeyr, innallaha cəmilun yuhibbul cəmal." Allah gözəldir və gözəl olanı da sevir. Təkəbbürlük o şeydir ki, haqqı inkar eləmək, haqq gəldi inkar edirsə onu və insanlara yuxarıdan aşağı baxmaq. Həqiqətən, yəni bu çox təhlükəli məsələdir. Çox təhlükəli məsələdir. Ona görə də bu hədisdə nə göstərir? Bu hədis göstərir bizə ki, bir insan əgər gözəl şəkildə giyinərsə, gözəl şəkildə paltar giyinərsə, istər paltarı gözəl olsun, ayaqqabısı gözəl olsun, Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Bu təkəbbürlüyə daxil deyil. Çünki Allah Subhanahu taala istəyir ki, qulu gözəl giyinsin. Qulunun üzərində öz nemətlərini görməsi Allahı sevindirir. Yəni ümumiyyətlə müsəlman çalışmalıdır ki, ən gözəl formada olsun, səliqəli olsun, paltarında, saçında, əynində. Müsəlman təmizlik imanın yarısıdır hədisdə gəlir də. Və hətta Allah Subhanahu buyurur ki: "Ya bani Adəmə xuzu zinətəkum ində kulli məscid." Ey Adəm oğulları, məscidə gedərkən və ya da hansısa bir ibadət edərkən gözəl libaslarınızı geyinin. Yəni Allah Subhanahu taala sənə qadağan eləmir ki, nimdaş gündə olasan, cırıq paltarda olasan, elə deyil. Yəni bəzi insanlar elə başa düşürlər ki, din odur ki, insan nə gündə paltar giyinsin, üstü başı toz olsun. Güya zahidlikdir bu. Bu zahidlik deyil. Əslində o yəni ki, düzgün əməl deyil. Lakin təkəbbürlük odur ki, insan haqq gəldiyi zaman ona haqqdan üst çevirsin, haqqı qəbul eləməsin. Haqqı qəbul eləməsin və yaxud da ki, insanlara yuxarıdan aşağı baxsın ki, o kim deyə mən onun yanında dayanıram. Allah qorusun. Peyğəmbər sallallahu aleyhi və səlləmə baxanda Allah Rəsulü insanların ən təmiz geyinəni idi, ən gözəli idi, ən yaxşı ətirləri vururdu, saqqalına, saçına yağ vururdu, yağla saçını, saqqalını darıyırdı. Ona görə də bir insanın çirkin olmağı şərt deyil ki, o insan təkəbbürlü deyil. Bir insanın da gözəl olmağı şərt deyil ki, o təkəbbürlüdür. Yəni gözəl paltar. O qədər çirkin insanlar var ki, ən böyük təkəbbürlük bəlkə olan qəlbindədir. O qədər gözəl paltarlı giyinən insanlar var ki, gözəl, özünə yaxşı baxan insanlar var ki, onlar çox təvazökar insan olurlar. Ona görə də insan nə etməlidir? Bu şeylərdə diqqətli olmalı. Əslində təkəbbürlük insanın qəlbində olan bir əməldir. Necə ki, məsələn, şeyx burada misal çəkir ki, məsələn, bəzi elm əhli onlara deyirsən ki, məsələn, bu məsələ xəta eləmirsən də, burada bu dəlildir ki, sən xəta eləmirsən. O nə edir? O qəbul eləmir. O, bu da təkəbbürlüyə daxildir. Ona görə də müsəlmana vacibdir ki, haqq bəyan olunduğu zaman ona tərəf can atsın. Allah qorusun, yəni haqdan üst çevirməyin cəzası nədir? Haqdan üst çevirməyin cəzası batilin sənə sevdirilməsidir. Batilin sənə sevdirilməsidir. Bu qaydadır da, bilirsiniz də bu qaydanı. İnsan haqq gəldisə insana, insan xeyir gəldisə insana, o xeyri bildiyi halda ondan üst çevirirsə, Allah Subhanahu taala batili ona sevdirir. Nə qədər dəlil var Quran-Kərimdə. Məsələn, o vaxt Yahudilərə gələndə Allahın kitabı, onlar Allahın kitabına, Peyğəmbərin yoluna üst çevirdilər və onu qəbul etmədilər. Allah sonra nə deyir sonra? وَاتَّبَعُوا مَا تَتْلُوا الشَّيَاطِينَ عَلَى مُلْكِ سُلَيْمَانَ. Onlar getdilər Süleymanın mülkündə şeytanlara tabe oldular və sehri öyrəndilər. Bu birinci. Və başqa ayda Allah sonra deyir ki, فَلَمَّا زَاغُوا أَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ. Onlar o zaman ki, onlar doğru yoldan, yəni o doğru yoldan üst çevirdilər, azdılar. Allah da onların qəlbini azdırdı. Yəni bu ayənin təfsirində alimlər gətirirlər ki, yəni o insanlar ki, haqq onlara gəldiyi halda, haqqı bilə-bilə, haqqın haqq olduğunu bilə-bilə ondan üst çevirdilər, Allah da onları hidayətdən döndərdi. Onların qəlbinə şübhə, tərəddüd, şək saldı. Ancaq şübhə ilə, tərəddüdlə, ancaq belə deyək də, qalqali ilə Allaha tərəf elədilər, yanaşdılar və qəlbləri həmişə uzaqlaşdı. Və başqa bir ayda Allah Subhanahu buyurur ki, hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan başqa bir yola yönələrsə, onu üst tutduğu yola yönəldər və cəhənnəmə daxil edərik. Ora necə də pis dönüş yeridir. Yəni, insan haqq gələndən sonra, möminlərin yolu bəyan olandan sonra digər yolu seçərsə, Allah Subhanahu taala onlara
batili sevdirir. Necə ki, Bəni İsrail nəyə sevdirdi? Və uşribu fi qulubihimul iclə bi kufrihim. Küfürlərinə görə buzova ibadət onlara sevdirildi. Yəni Allah qorusun, insan baxırsan ki, günahdan həzz alır, günahdan ləzzət alır, günahın şirinliyi var onun qəlbində. Bu nədir? İnsanın haqdan üz döndərməsidir. Allah da onların qəlblərini haqdan uzaqlaşdırdı. Və bu da çox təhlükəli məsələdir. Və sonra İmam Buxari rəhməhullahın gətirdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizə deyir, cəhənnəm əhli haqqında xəbər verim ki, cəhənnəm əhli kimlərdir? Yəni, bu hədisdə cəhənnəm əhli kimlər deyərkən, yəni cəhənnəm əhlinin çox hissəsi bu insanlar olacaq. Cəhənnəmə girən insanların çoxusu bu insanlar olacaq. Kullu otullin cəvvazin müstəkbir. Otul nədir? Yəni, kobud qəlbli insan. Yəni, insan onu danışdırmağa peşman olur. Ancaq acı dil, insanları pisləsin, insanlara sərt danışsın, insanlarla mülayim danışmasın, insanları pisləsin, insanlar onunla danışmağa peşman olsunlar. Mömin belə olmamalıdır. Mömin Allah Rəsulü ilə hamı istəyirdi ki, danışsın. Hamı istəyirdi söhbət. Onunla insan danışanda ləzzət alırdı. Sonra gəldi Abu Bakr, sonra gəldi Ömər, sonra gəldi Osman, sonra gəldi Əli və digər sahabə, digər alimlər. İnsan, onlar niyə sevilirdilər? O şeyə görə insanlar həzz alırlar onlarla danışanda. İnsanlarla şirin dillə, gözəl dillə insanlar dinləyirdilər, insanlara yardım eləməyə çalışırlar. Ümumiyyətlə, müsəlman belə olmalıdır. Müsəlmanın dilindən və əlindən digər müsəlmanlar nə görməli deyil? Zərər görməli deyil. Ona görə də Peyğəmbər nə deyir? Həqiqi müsəlman kəsdir ki, onun dilindən və əlindən digər müsəlmanlar zərər görməz. Bu birinci və ikincisi, cəvvaz nədir hədisdə? Cəvvaz bir təfsirdə gəlir ki, pulunu yığır və xərcləməyi sevmir, xəsis. Və bir də nədir? Başqa bir şeydə gəlir ki, yəni yerişində lovğalıqla gəzən, təkəbbürlüklə gəzən, özünü dartıraq gəzən. Cəhənnəm əhlinin vəsifləridir bunlar. Necə Loğman oğluna nə deyir? Yəni, oğlum, yer üzərində təkəbbürlüklə gəzmə. Təvazökarlıqla gəzmək lazımdır. Təvazökarlıq eləmək lazımdır. Müsəlman təvazökar olmalıdır. Ağac bar gətirdikcə daima başına aşağı salar. Əsl faydalı meyvəli ağac odur ki, ağır olsun, meyvələr aşağı sallansın. Və üçüncü də aşağı sallansın, insanlar əlini tutub dələ bilsin onlar. İnsanlar əli çatsın o meyvələrinə. Elm əhlində əli çatsın insanlara ki, ümumiyyətlə, faydalı insan elə olmalıdır insanlar üçün ki, hər kəsin ona əli çatsın ki, insanlar ondan faydalana bilsinlər. O meyvələrindən dələ bilsinlər onu. Ona görə də bu diqqətli olmaq lazım. Və üçüncü də nədir? Təkəbbürlü insan. Hədisdə gəlir, təkəbbürlü insan, yəni haqqı qəbul eləməyən və insanlara xor baxan. Ona görə bu çox təhlükəli məsələdir. Və növbəti hədisimiz Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, kim Allah üçün bir dərəcə təvazökarlıq eləyərsə, Allah da onu deyir, yəni bir dərəcə ucaldar, ta ki deyir onu illiyuna çatdırana qədər. İlliyun nədir? Bəli, Mutaffifin surəsində gəlir. Ən şərəfli cənnətdə olan yerdir ki, Allah Subhanahu taala möminlərin adını ora yazır. Və yəni ki, Allah üçün sən o qədər təvazökar olacaqsan ki, hər gün bir dərəcə qalxacaqsan və sonunda Allah Subhanahu sənin adı ora yazacaq, ora aparacaq səni. O yerə nail olacaqsan. Və kim də deyir Allah üçün deyir, kim də deyir təkəbbürlü olarsa deyir, bir dərəcə Allah da onu deyir, yəni bir dərəcə aşağı salar, hətta deyir o cəhənnəmdə olan əsfəl səfilin ən aşağı təbəqəyə salına qədər. Allah qorusun, təkəbbürlük insanı hər gün bir addım salır oda, aparır oda. Ona görə də insan diqqətli olmalıdır. İnsan diqqətli olmalıdır. Təvazökar olmalıdır. Daima təvazökarlığına fikir verməlidir. Heç vaxt özünü bəğənməməlidir insan. Həmişə insan deməlidir ki, ya Rəbbi, yarhamkallah, ya Rəbbi, mən günahkaram, sən mənə rəhm eləməsən, mən yəni ki, həlak olaram. Necə ki, bax, Həsən Əl-Basri rəhməhullah deyir ki, ondan deyirlər ki, təvazökarlıq nədir? Ona sualı təvazökarlıq nədir? İnsan necə təvazökar ola bilər? Deyir ki, insan evindən çıxır və qarşısına çıxan hər bir müsəlmanı özündən daha xeyirli olduğunu iman gətirir. Kimi görür, deyir ki, bu məndən xeyirlidir. Kimi gördü, müsəlman məndən xeyirlidir. Necə ki, məsələn, Mutarrif Əl-Şixxir rəhməhullah deyir ki, vallahi deyir, müsəlmanlardan heç kimi görmədim ki, onu özümdən yaxşı hesab etməyim. Elə bir müsəlman görmədim ki, and içirək, onu deyir, özümdən yaxşı hesab eləməyim. Əgər məndən deyib böyükdürsə, deyirəm ki, o məndən əvvəl Allaha itaat edir və məndən daha çox ibadət edir.
Kimsə məndən böyük deyil, tez gəlmir İslam'a, deyirəm ki, subhanallah, o mənə xeyirlidir. O məndən 1 il, 2 il daha çox ibadət edib Allaha. Kimisə deyir, məndən aşağı, kiçik görəmsə, yəni yaşı məndən aşağı və yaxud da ki, imanda məndən sonra gəlib imana, deyirəm ki, onun günahı məndən azdır, deyir. Mən günahlar içində batıram, o məndən sonra gəlib, məndən günahı azdır. Budur təvazökarlıq. Sələflər belə olublar, belə yaşayıblar. Məsələn, alimlərdən olub Bakır ibn Muzni, rəhməhullah, deyir ki, Arafada olanda, həcdə olanda da, Arafada deyir ki, adamlara baxanda deyir ki, Arafada bilirsiniz də, Allah Subhanahu həmin gecə Arafadakı insanları hamısını bağışlayır. İndi kim bağışlanmaq istəmirsə o heç. Amma kim ki Arafaya gəlirsə, Allah Subhanahu ümumiyyətlə Allahın Arafa günü cəhənnəmdən qurtardığı qədər elə bir gecə yoxdur, gün yoxdur ki, o gün qurtarmasın. Yəni Arafada dəhşətli Allah Subhanahu şeytanın ən xoşuna gəlməyən gündür o gün. Allah Subhanahu o gün dəhşətli insanlar qurtarır yəni şeydə. Və həmin o Bakır ibn Muzni deyir ki, Arafada olan adamlara baxanda hamısının bağışlandığını deyir, düşündüm. Hamısının bağışlandığını. Əgər mən onların arasında olmasaydım, hamısı bağışlanardı deyir. Bir dənə mən deyir, bağışlanmayam. Ola bilər ki, mən bağışlanmayam. Subhanallah, təvazökarlığı var. Yəni, sələflər həmişə qorxublar. Ümumiyyətlə, sələfləri ən çox qorxuzan nə olub? Onlar əməlləri eləyiblər, onlar əməl sahibi olurlar, güclü əməl. Onlar dərdi olub ki, görürsən, bu qiyamət kimi qəbul olacaq, yoxsa yox. Bu məndən, Allah mənə deyəcək ki, mən sənə bunu qəbul etdim, yoxsa əsas bu olub olan dərdi. Yəni, dərd bunlarda çəkiblər onlar. Onu Allah Subhanahu Quran-ı Kərimdə ki, sizi ölümü və həyatı yaratdım ki, sizin əməl baxımından daha çox demədi, daha yaxşı əməl edənini təyin edeyim, imtihan edeyim. Və Həsən Abbas deyəndə ki, daha yaxşı əməl nədir? Deyir, ixlasla və sünniyə tabiçiliklə olan əməl. Deməli, bir əməldə ixlas yoxdursa, Allah qorusun, əməl sənin qiyamət günü əleyhi olacaq. Ona görə insan gərək daim əməllərinə görə qorxmalı və təkəbbürlükdə əməlləri qəbul eləmək üçün, olunmaq üçün ən böyük maneədir. İnsan nə deyir? Sanki qəlbində keçirdir ki, Allahın borcudur bunu qəbul eləmək. Mən eləyirəm də. Mən ibadət edirəm də. Sanki ibadəti özündən görür. Yardımı özündən görür. Allah fikirləşmir ki, insan ağac kimidir. Bastırıldınsa, su vermədinsə, istilik olmazsa, qulluq edilmədsə, ağac böyüməyəcək, heç vaxt meyvə. İnsan da elədir. Allah sənə yardım etsə, inkişaf eləyənmərsən. Sənin qəlbin heç vaxt imanla inkişaf eləyənmər. İman ağacı heç vaxt orada bitə bilməz. Ona görə insan gərək bu şeylərə diqqət eləsin. Təkəbbürlük insanı qulluqdan çıxardır. Çünki təkəbbürlü Allahdır. Kibriyə Allaha xasdır. Allah da təkəbbürlü olan, minnət eləyən. Biz qulluqdan çıxardır təkəbbürlük insanı. Sanki Allahın sifətini özünə götürürsən, vəsf edirsən özü Allahın sifəti ilə. Allah qorusun. Necə ki, iblis elədi də. İblis nə elədi? İlk təkəbbürlü eləyən iblis oldu da. Nə dedi? Deyir, onu otdan yaradımsan, mənə otdan yaradımsan, o torpaqdan. Torpaq otdan aşağıdır, deyir. Mən ona ibadət eləyəcəm, ona səcdə eləyəcəm, deyir. Mən ona səcdə eləyəcəm, əstəğfurullah, ona səcdə eləyəcəm. Yəni, təkəbbürlük elədi, qiyas elədi. Allahın sözünün qabağına söz gətirdi və Allah Subhanahu taala onu cəhənnəmə... Bax, Adəm də iblis də ikisi də asilik elədi. Aydındır. Lakin Adəm niyə bağışlandı? Adəmin günahı nəfsinin tabi olmağından, iblisin and içməyindən və vəsvəsəsindən oldu. Amma iblis isə təkəbbürlük elədi. Vastəkbəra və əbə və kənə minəl kəfirin. Nədir Allah Subhanahu təkəbbürlük etdi və üz döndərdi və kafirlərdən oldu. Açıq aydın, üz döndü. Allahın əmrinə qarşı təkəbbürlük elədi. Allah o təkəbbürlü olan insanda haqqı heç vaxt görə bilmir. Heç vaxt haqqı görəm. Allah qorusun, Allah onun qəlbinə möhür vurur. Çox təhlükəli məsələdir. Bugün görsən nə qədər adam var ki, məsələn tanıyır o da təkəbbürlüyündən partlayır. Yəni, o görsən haqq ona çatmır. Nə qədər deyirsən, onu ancaq ölüm sındıracaq. O öləndə sınacaq o. Onu da görəcək ki, subhanallah deyildi. Və başqa sonuncu əsərdə İbn Ömər radiyallahu anhdan gəlir bu əsər, radiyallahu anhumədən, deyir, təkəbbürlükdən çəkinin. Təkəbbürlükdən çəkinin deyir. Çünki deyir, təkəbbürlük hətta üstündə köhnə əba olan bir insanda da ola bilir. Yəni, bu o demək deyir ki, təkəbbürlü insan varlı olsun. Yox, təkəbbürlü insan kasıb da ola bilər. Və necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Sələsətun, 3 nəfər var ki, fikir verin, Lə yükəllimuhumullahu yevməl qiyamə. Allah onlarla danışmayacaq qiyamət günü. Danışdırmayacaq onları. Üzünə baxmayacaq belə. Allah qorusun. Yəni, üzünə belə baxmayacaq. Onlarla kəlmə kəsməyəcək. Və lə yanzuru iləyhim. Onlara baxmayacaq. Və lə yüzəkkimə. Onlar təmizə çarpmağa çalışmayacaq. Allah s.ə. Nə şəfaətçi olacaq onlarla? Heç kim. Deyir ki, onlardan birinci kimdir? Və ləhum əzəbun əlim və onlar üçün ağırlı acılı əzab var. Uşeymitu zənin.
Uşeymit nədir ərəb dilində? O bizdə deyirlər, saçından, saqqalından utanmır. Belə söz var da, yəni hədisdə belə gəlir də, yəni alçaldıcı bir vəsnə. Yəni saçı saqqalı ağarmış qoca, zinakar. Qoca da zinakarlıq edir amma, saçı saqqalı ağarıb. Və a'ilu mustakbir, təkəbbürlü kasıb. Və üçüncü də və raculun ca'alallahu bada'atuhu la yashtari illa bi yaminihi və la yabi'u illa bi yaminihi. Yəni alış-verişində daim and içən şəxs. Yəni malı yalnız and içməklə alıb satır. Allahın olsun bu qiyməti, Allahın olsun. Ancaq Allah da ağzında. Subhanallah, bu dəhşətli bir bazarlar ona görə ən dəhşətli yerlərdir də. Hətta alimlərə qadağan olub bazarlara girmək. Bazarlar ən Allahın sevmədiyi, ən nifrət etdiyi yerlərdir bazarlar. Ona çalışın bazarlara gəlin, çalışın çox yuvamayın bazarlarda, ehtiyacınızı ödəyin, oradan çıxın. Çox təhlükəli yerlərdir. Bazarlarda hər cür insan görürsən orada. Mutaffifin ayəsi elə olarsın gəldi surəsi. Tərəzidə aldadanlar. Və bu niyə görə belədir qardaşlar? Bax bu niyə görə belədir? Niyə görə bax məsələn zinakar cavan demədi, zinakar qoca dedi. Alimlər gətirirlər ki, bunların şərhində ki, bax cavan başa düşürük ki, cavan insan deyə bilər ki, şəhvətim mənə üstün gəldi, hə? Cavanam da şəhvət oldu məndə, getdim zina elədim. Allah qorusun. Lakin deyir bu adamın şəhvəti yoxdur. Və deyir bu dəlildir ki, deyir bu adamın deyir belə deyək də zinanı sevir. O qədər sevir ki zinanı. Həzz alır zinadan. Hətta qocağında belə gəlib zina edir. Sanki zina bunun xislətidir. Başa düşdün, tərk edə bilmir zinanı. Zinadan həzz alır. Qoca yaşında belə. Onu Allah ona qiyamət danışdırmayacaq. Və həmçinin də təkəbbürlü kasıb. İndi məsələn deyir ki, burada şeyx ki, yəni varlı malına görə, öz şan şöhrətinə görə təkəbbürlük eləyir. Amma kasıb nəyinə görə təkəbbürlük eləyir? Yəni ehtimal olunur ki, təkəbbürlük onun xislətidir. Onun təbiətidir. Təbiətində kasıb. Heç kəsi bəğənmir. Özündə yoxdur, amma onun bunun maşını yoxdur, deyir ki, filan kəsin maşını nə gündədir. Ancaq onun bunun şeyinə pis deyir. Qardaş, niyə görə bir bərəkət dilə, xeyir istə, Allahdan onun üçün bərəkət arzula. Görsən insan ona görə bu təkəbbürlü bir insandır. Və üçüncü də daha ona da ehtiyac yoxdur. Yəni o qədər and içir ki, Allah qorusun, anddakı elə bir günahdır ki, andı pozsun, onun kəfarəsi var. Yəni onun kəfarəsini ödəməsin, and səndən qiyamət günü cəzalandırılacaqsa ona görə. O anda görə, ona görə insan gərək hər şeyə görə and içməsin. Peyğəmbər sallallahu ömründə çox az and içib və andı da lazımlı şeylərə görə and içib. Yəni önəmli. Amma görürsən ki, bu malının getməsi üçün and içir. Allahın adını qarşısındakindən istifadə edir ki, malını satsın andına. Yalandan nə gəldi ki, and içsin ki, insanlar inansınlar. Yəni, Allah qorusun, bu da çox təhlükəli məsələlərdəndir. Yəni, ümumiyyətlə, təkəbbürlükdən danışdıq, gördük ki, təkəbbürlük səbəbdir ki, insan cənnətin iyi duymasın, hansı ki, cənnətin iyi bir hədisi gəlib 60 illik məsafədən, bir gəlib 100 illik məsafədən o bağın iyi gəlir insana. O qədər uzun məsafədən o bağın iyi gəlir. İnsan o iyi duymayacaq qiyamət günü. Və təkəbbürlü insan, Allah qorusun, insan əməlləri puç olan əməllərdəndir. Və təkəbbürlü olanların, insanların qəlbləri çox vaxt qapadılır və onu haqqı görə bilmirlər onlar. Allahdan istəyirəm ki, Allah bizi təkəbbürlükdən uzaq eləsin, bizi tavazökar qullarını eləsin. Üzün Allah bilir və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.